Akşamınız xeyir olsun bir daha. Bugün biz 8. sinif dersliyinin mövzularına başlayırıq. 7. sinif yeni dərsliyi artıq bitirmişik. Və 7. 8. sinifin birinci cildindən, birinci dərsliyindən ilk dərs həyatın kimyası. Demək, bu dərsdə sizin biokimya bölməsindən bildiyiniz mövzulardır. Canlı orqanizmdə sintez olunan iri molekullu birləşmələrin əksəriyyətini 4 qrupa ayırırlar. Bunlar karbohidratlardır, zülallardır, lipidlərdir və nuklein turşulardır. Ümumiyyətlə isə üzvü maddələr dedikdə biz bura vitaminləri də, biz bura ATF-i də əlavə edərik, lakin iri molekullu dediklərinə görə məhz bu 4 qrupu qeyd etmişdir. Və yer üzərində onların hər biri haqqında biz geniş keçmişik. Sadəcə olaraq bu dərsliyin içərisində olan əlavələri sizə bildirəcəm. Bilirsiniz ki, yer üzərində ən geniş yayılmış karbohidrat polisaxarid, sellulozadır və o bitkilərin hüceyrə divarını təşkil edir. İkinci yerdə geniş yayılan karbohidrat isə sellulozadan sonra xitindir. Hansı ki, xitin boğumayaqlıların xarici skeletini təşkil edir və eyni zamanda da göbələklərin hüceyrə divarını təşkil edir. Və xitin karbohidratının tərkibində həmçinin azotun da olduğunu bilirsiniz. Yəni karbon, hidrogen və oksigenlə yanaşı yeganə karbohidratdır ki, onun tərkibində azota da rast gəlinir. Və burada da qeyd eləyir ki, xərçəngimlərin və mollyuskların çanağında xitinlə zülallar və kalsium karbonat birləşərək daha möhkəm örtük əmələ gətirir. Yəni həmin o xərçəngimlərin xarici skeletində və yaxud da mollyuskların xarici skeletində, çanağında olan o xitin təkcə xitindən ibarət deyil də, orada zülallara da rast gəlinir, orada kalsium karbonata da rast gəlinir. Və indi bu dərslərin içərisində baxaq birinci dərsə, hüceyrənin kimyəvi tərkibidir. Hüceyrənin kimyəvi tərkibi və su, yəni qeyri-üzvi maddə ilə başlayır burada. Burada siz hüceyrənin ümumiyyətlə bütün maddələrin ən kiçik zərrəcikdən atomlardan ibarət olduğunu qeyd eləyir və bunu ilk dəfə Demokrit qeyd eləmişdi, irəli sürmüşdü və onlara həmin o ən kiçik hissəciyi atom adlandırmışdı. Atom sözünün mənası elə bölünməz deməkdir. Yəni bölünməyən zərrəciklərdir atomlar. Burada da atomun quruluşunu verir. Atomun nüvəsi ibarətdir protonlardan və neytronlardan və bəzən məsələlərdə sizin qarşınızda suda olan proton sayı, nə bilim, neytron sayı kimi ifadələr çıxır. Bilirsiniz ki, proton sayı həmin elementlərin dövrü sistemdə sıra nömrəsinə uyğundur. Neytron sayını tapmaq üçün isə maddənin kütləsindən, yəni emirindən çıxırıq protonların sayını və bizə verir neytronların sayını. Məsələn, suda olan neytronların sayını tapmaq istəyiriksə, su H2O, sıra nömrəsi hidrogenin 1-dir, oksigenin sıra nömrəsi isə 8-dir. Ona görə də indi biz bunun kütləsini H2O-nun sıra nömrəsi 1 vur 2, elədi 2, üstünə də 8-i gəldik, elədi 10 və suyun emiri bilirik ki, 18-ə bərabərdir. 18-dən 10-u çıxanda bizə qalacaq 8 və bu 8 olacaq neytronların sayı. Onda belə çıxır ki, həmin o elementin kütləsi elə neytronla protonun cəminə bərabərdir və yaxud da kimyəvi birləşmənin kütləsi orada olan neytronlarla protonların cəminə bərabərdir. Ona görə də kütlədən protonu çıxanda, yəni sıra nömrələrini çıxanda bizə neytronun sayı qalır. Yəni deyirik ki, suda 10 proton var. Baxın, sıra nömrələrini vurdum, tapdım. 1 vur 2, üstəgəl 8, 10 proton var. Neytron sayı isə suyun emiri 18-dir. Çünki 16 bu. 1 vur 2 də bu 18 eləyir. 18-dən də həmin o proton sayını 10'u çıxanda yerdə qalır neytron sayısı da 8 neytron vardı.
və bir də bu proton və neytronların ətrafında elektronlar hərəkət edir. Protonlar müsbət yüklü hissəciklərdir, neytronlar yüksüz zərrəcik. Axşamınız xeyir olsun müəllimə. Şanınız xeyir olsun müəllimə. Elektronlar isə mənfi yüklü zərrəciklərdir, hissəciklərdir və onlar proton və neytronların ətrafında hərəkət edirlər və adətən elektron sayı proton sayına bərabər olursa, biz buna elektroneytral elementlər deyirik. Yəni bunlar neytral atomlardır deyirik. Və bütün maddələrin tərkibi atomlardan təşkil olunmuşdur. Ola bilər ki, hər hansı bir maddə eyni növ atomlardan təşkil olunsun. Ola bilər ki, müxtəlif növ atomlardan təşkil olunsun. Əgər eyni növ atomlardan təşkil olunubsa, biz onu kimyəvi element adlandıracağıq. Əgər müxtəlif növ atomlardan təşkil olubsa, biz onu kimyəvi birləşmə adlandıracağıq. Məsələn, burada arqon atomunu göstərir. Burada oksigen molekulunu göstərir. Oksigen molekulu 2 ədəd oksigen atomunun birləşməsindən əmələ gəlmişdir. Yəni eyni növ atomların, eyni növ element atomlarından ibarətdir. Ona görə də biz buna kimyəvi element deyəcəyik. Yəni oksigen molekulu kimyəvi elementdir. Həmçinin də azot molekulu onun kimi. Lakin karbon qazı molekulu isə müxtəlif növ element atomlarından təşkil olunur. Burada 1 ədəd karbon və 2 ədəd oksigen görürük. CO2. Ona görə də biz buna artıq kimyəvi element deməyəcəyik, karbon qazına kimyəvi birləşmə deyəcəyik. Deməli, kimyəvi elementlər həm atom ola bilər, baxın, arqon atomu bir kimyəvi elementdir, həm də molekul ola bilər. Baxın, oksigen molekulu, azot molekulu, bunlar da kimyəvi elementlərdir. Lakin kimyəvi birləşmələr isə hər zaman molekullardır. Yəni, karbon qazı molekulu bu bir kimyəvi birləşmədir. Və yer üzərində olan cəmi təbiətdə 92 müxtəlif növ atom kəşf olunmuşdur. Ona görə də təbiətdə yalnız 92 müxtəlif kimyəvi elementə rast gəlinir. Düzdür, dövrü sistemdə 110-dan da çox kimyəvi element var, amma onların yalnız 92-si təbiətdə mövcuddur. Yerdə qalanları isə laboratoriya üsulu ilə alınmışdır. Yəni, onlar alınma elementlərdir. Və bunu da bilirsiniz ki, həmin o 92 dənə təbiətdə olan kimyəvi elementdən yalnız 80-ə qədərinə hüceyrədə rast gəlinir və onların da 27-sinin hansı funksiya yerinə yetirildiyi müəyyənləşdirilmişdir. Və burada da yenə müxtəlif, deməli, xörək duzu. Bu nə olacaq? Bu bir kimyəvi birləşmədir. Çünki onun tərkibində natrium və xlor elementləri var. Yəni, müxtəlif elementlərdən təşkil olunmuşdur. Şəkər tərkibi, yəni glukoza dediyimiz karbondur, hidrogendir, oksigendir. Təbaşirin tərkibi yenə müxtəlif elementlərdir. Kalsiumdur, karbondur, oksigendir. Deməli, bu molekullar həm də kimyəvi birləşmələrdir deyirik. Və burada yenə də cədvəldə müxtəlif elementlərin həm insan orqanizmində, həm də atmosferdə kütlə payı göstərilmişdir. Məsələn, buradan görürük ki, hidrogen atmosferdə olduqca cüzi miqdardadır, amma insan orqanizmində onun kütlə payı çoxdur. Və yaxud da karbon qazı deyirik ki, yer səthində nadir rast gəlinən elementlərdəndir. Amma insan orqanizmində o, ümumiyyətlə, insan orqanizmində yox, ümumiyyətlə canlıların hüceyrələrində o ikinci yerdədir kütlə payına görə. Yəni, birinci yerdə oksigendir, ikinci yerdə karbondur, üçüncü yerdə hidrogendir, dördüncü yerdə azotdur, sonra fosfordur, kükürdür və s. Bu şəkildə 9-cu sinif cədvəlində, sinifdə dərsliyində də bunları görmüsünüz və deməli, bunun da səbəbi nəyə görə bu 4 element üstünlük təşkil edir canlıların bədənində? Məsələn, burada da qeyd edir ki, 99% canlı orqanizmlərdə 4 element üstünlük təşkil edir, bayaq qeyd elədiyimiz adlarına. Və bu 4 elementin çox rast gəlinməsinin, üstünlük təşkil eləməsinin səbəbi ondan ibarətdir ki, bizim həm bədənimizin
İnsan orqanizminin 80% sudan təşkil olunmuşdur. Digər məsələn başqa bir bitki və heyvanlarda suyun miqdarı 95%-ə qədər də ola bilər və suyun da tərkibi qarşıki o gördüyümüz kimi burada hidrogen və oksigen olduğuna görə onun kütlə payı çoxdur. Həmçinin eyni zamanda hüceyrələrdə ən çox rast gəlinən kimyəvi birləşmələr su ilə yanaşı, deməli bura üzvü maddələr olan, karbon əsaslı bioloji molekullar olan karbohidratlardır, lipidlərdir, sulallardır, nuklein turşulardır, hansı ki onların da tərkibində mütləq şəkildə həm karbon var, adı üstündə karbon əsaslı bioloji molekullar deyirlər bu maddələrə. Çünki onların tərkibində mütləq karbon var, eyni zamanda hidrogen var və oksigen var. Bundan əlavə zülalların və nuklein turşularının tərkibində həmçinin azot elementinə də rast gəlinir və nuklein turşularında həmçinin fosfora da rast gəlinir və müxtəlif ondan sonra kükürt də ola bilər və s. də ola bilər. Amma bu üç element hamısının, bu 4 komponentin, 4 molekulun tərkibində hamısında olduğuna görə hüceyrədə oksigen, hidrogen, karbon və azot üstünlük təşkil edirlər. Və suyun əhəmiyyətindən də biz yadımızdadırsa, biokimyanın 9-cu sinif bölməsində danışmışdıq. Su dedik ki, o ən yaxşı həll edicidir. Hüceyrəyə maddələr suda həll olmuş şəkildə daxil olur. Eyni zamanda suda həll olmuş şəkildə də ifrazat məhsulları xaric olunur. Su eyni zamanda müxtəlif kimyəvi reaksiyaların, biokimyəvi reaksiyaların getməsi üçün bir mühitdir. Yəni su mühiti olmasa heç bir biokimyəvi reaksiya getməyəcək, fermentlər fəaliyyət göstərə bilməyəcək. Yəni su mühitində gedir bütün bu proseslər. Eyni zamanda su hüceyrələrə müəyyən bir forma verirdi, onun möhkəmliyini təmin edirdi. Bitkilərdə biz bunu turqor adlandırmışdıq və suyun burada quruluşunu göstərir. Suyun iki mühüm xassəsindən danışacağıq biz. Suyun istilik tutumundan və onun həlledicilik qabiliyyətindən. Və bu iki mühüm xüsusiyyəti onda olan hidrogen rabitələrinə əsasəndir. Yəni bu hidrogen rabitələri gördüyümüz kimi, baxın bir də suyun belə bir polyarlıq xüsusiyyəti vardır. Yəni qütbləşmə gedir. Baxın oksigen mənfi yüklü, hidrogen isə müsbət yüklü göstərilib burada və bu cür mənfi və müsbət yüklərin qütbləşməsi onlar arasında bir rabitə yaradır. Gördüyünüz kimi mənfi və müsbət yüklər arasında hidrogen rabitələr əmələ gətirir və bu hidrogen rabitələr düzdür, zəif rabitələrdir. Amma onlar çox miqdarda olduqda çox güclü birləşmələr əmələ gətirir və su molekullarının bir-birinə tutunmasını təmin edir. Yəni su molekulları oduncaq borularında da hərəkət eləyəndə görürsünüz ki, bir-birindən qırılmadan, qopmadan hərəkət eləyir. Yəni bu həmin o hidrogen rabitələrinə əsasən həyata keçirilir. Və bu rabitələr eyni zamanda suyun istilik tutumunu da təmin eləyir. Yəni su xüsusi istilik tutumuna görə digər mayelərə nisbətən bunun istilik tutumu daha yüksəkdir. Ona görə də su tədricən qızır və tədricən soyuyur. Yəqin ki, yay aylarında çimərliyə gedəndə bunu hiss eləmişsiniz. İlk gələndə görürsünüz qum istidir, amma su soyuqdur. Sonra axşama doğru getdikcə qumun sürətlə soyuduğunu, suyun isə isindiyini, isti olduğunu və daha da gec soyuduğunu, yəni o həm gec qızır, həm də gec soyuyur. Çünki onun xüsusi istilik tutumu daha yüksəkdir. Və eyni zamanda bu molekullar arasında olan həmin bu zəif hidrogen rabitələri onlarda yüksək donma temperaturuna malik olmasına da səbəb olur. Su 0 dərəcədən 100 dərəcə arasında maye halda olur. 0 dərəcədə donur, bərk hala keçir. 100 dərəcədə isə qaynayır və buxar halına, qaz halına keçir. Və suyun bərk halda sıxlığı maye halda olan sıxlığına nisbətən daha azdır. Bunu adi bir təcrübədə də, məsələn bir şüşə butulkada və ya şüşə stəkanda soyuducunun buzluğuna su
qoyduqda bir neçə gündən sonra o şüşə stəkanın partladığını görürsüz. Çünki su maye haldan bərk hala keçdikdə onun sıxlığı azalır. Sıxlıqla həcm də tərs mütənasib olduğuna görə həcmi artır və şüşə stəkanı partladır. Və bu xüsusiyyət özü də suya xüsusi bir canlılara xüsusi bir təbiətdə yaşama şansı qazandırır. Çünki göllərdə, çaylarda bu suyun bu xüsusiyyətinə görə donma prosesi suyun üst qatından başlayır. Yəni suyun sıxlığı, buzun sıxlığı maye suyun sıxlığından az olduğuna görə donma prosesi üst səthdən başlayır da buz suyun üzündə qalır və suyun səthi ilə onun altı arasında ayrıcı bir izolyasiya olunmuş sahə yaradır və bu da suyun alt qatlarının donmasını ləngidir. Yoxsa ki, göllər alt dibi də donmağa başlayardı. Bu isə orada yaşayan canlıların qışda məhvinə səbəb olardı. Amma suyun üz hissəsi donur, onun altında isə mötədil bir temperatur iqlim qalır, mikroiqlim qalır və o suyun altında canlıların yaşaması üçün bir əlverişli şərait yaranmış olur. Bu da suyun universal xüsusiyyətlərindən biridir. Və burada da buzun və maye suyun deməli quruluşunu göstərir və onlar arasındakı hidrogen rabitələri görürsüz və sual verir ki, donmuş suyun və buzun su molekulları arasında hidrogen rabitələr şəkildən də gördüyümüz kimi sabitdir. Amma burada isə görürsüz qırılmalar var, sabit deyil. Bunun səbəbini deyir, nə ilə izah edə bilərsiniz? Su molekulları soyuduqca onun kinetik enerjisi itir, kinetik enerjisi aşağı düşür. Kinetik enerjisi də hərəkətdə olan maddələrin enerjisidir də. Temperatur aşağı düşdükcə molekulların hərəkət sürəti azalır və nəticədə kinetik enerji də aşağı düşür. Və bunun da nəticəsində belə bir molekullar az hərəkətli və ya heç hərəkətsiz olmaqla belə bir kristal quruluş yaradır və bu da deməli sabit rabitələrin sabit qalmasını təmin eləyir. Və bir də suyun dedik, su dedik canlılarda istilik tənzimində də rol oynayır. Məsələn, biz tərləyirik və tərləmə zamanı artıq istiliyi xaric etmiş oluruq. Bununla da bədən temperaturumuz sabit qalır. Eyni zamanda köhnə dərsliklərdə də bu təcrübəni həmişə verərdi. Bir dəmir parçasını və bir dibçək bitkisini günəşin altında bir neçə saat saxladıqdan sonra dəmir parçası həddindən çox qızır və biz ona toxuna bilmirik, amma yarpaqlar qızmır, bitki qızmır. Bunun səbəbi yenə də suyun yarpaqlar vasitəsilə buxarlandırılmasıdır. Biz bunu transpirasiya adlandırmışdıq və bu da bitkiləri həddindən artıq qızmaqdan qoruyur. Yəni bunlar hamısı suyun deməli əhəmiyyətinə aiddir. Eyni zamanda dedik ki, su çox yaxşı həll edicidir. Bizim bədənimizdə maddələrin daxil olması və xaric olması məhz suda həll olmuş şəkildə maddələr daxil olur və xaric olur. Bunun səbəbi isə suyun polyarlığı ilə əlaqədardır. Polyarlıq bayaqda qeyd elədiyimiz kimi qütbləşməsidir. Yəni mənfi və müsbət yüklü hissəciklərin müəyyən toplanmasıdır, quruluşda toplanmasıdır və məsələn burada şəkildə göstərildiyi kimi xörək duzunu, yəni natrium xloridi suya tökdükdə natrium xlorid suya müsbət və mənfi yüklü ionlar buraxır. Məsələn xlor elektron alaraq mənfi, natrium isə elektron verərək müsbət yüklənir və bu müsbət və mənfi yüklərin ətrafında da su molekulları müəyyən bir qruplar əmələ gətirir. Görürsüz, bax burada müsbət yüklü hidrogenlər xlora tərəf, mənfi yüklü oksigenlər isə natriuma tərəf toplanaraq bu şəkildə qruplar əmələ gətirir və
Burada da yazır ki, xorək duzu suda həll olarkən müsbət natrium və mənfi xlor ionları arasında istiqamətlənmiş su molekul qrupları əmələ gətirir. Bu da onların həll olmasını təmin edir. Yəni yenə də suyun polyarlığı ilə əlaqədar olaraq onun həll olma qabiliyyəti mümkün olur. Həmçinin karboksil qrupu mənfi yüklü və ya amin qrupu müsbət yüklü bu cür qrupları iyonlaşmış qrupları olan karbonlu birləşmələr suyun hidroksil qrupu ilə hidrogen rabitələri əmələ gətirərək asanlıqla suda həll ola bilirlər. Və deməli, suyun istilik tutumu xassəsi və həlledicilik xassəsi canlılarda gedən bütün bioloji proseslərdə çox mühüm rol oynayır. Burada da suyun həlledici kimi molekulunda polyar qruplar, məsələn OH və su molekulu arasında yaranan hidrogen rabitəsi sayəsində şəkərin suda həll olmasını göstərir. Duzun və ya şəkərin həll olması hər ikisi yenə də suyun polyarlığı ilə əlaqədardır. Yəni qütbləşməsi ilə bir element digərini özünə daha çox çəkir. Burada mənfi və müsbət yüklü hissəciklər. Burada isə deməli, oduncaq boruları ilə və yaxud ksilen boruları da deyirik buna, su molekullarının hərəkətini göstərir. Bu bizim həm də dərsliyimizin sonraki bölməsində suyun bitkilərdə daşınması mövzusunun da içərisində yer almışdır və burada gördüyümüz kimi deməli, su molekulları oduncaq borularının divarına yapışır, cazibə nəticəsində yapışır. Buna adgeziya hadisəsi deyilir və eyni zamanda bayaq da qeyd elədiyim kimi su molekulalarının arasında o mənfi və müsbət yüklər arasında zəif hidrogen rabitələri yaranır və bu hidrogen rabitələri artıq çox olduqda o bir-birinə tutunmasını təmin eləyir. Baxın, bir dənə burada molekullar bir-birinə elə birləşir ki, sanki nəhəng bir dənə molekuladır. Yəni qırılma baş vermədən su molekullarının bir-birinə tutunmasını təmin eləyir və bu şəkildə də buna da kogeziya deyirlər və bu xüsusiyyətlər kapilyarlıq xassəsini yaradır. Kapilyarlıq xüsusiyyəti, yəni borular vasitəsilə mayenin qalxması xüsusiyyətidir. Nə qədər geniş olacaqsa boru bir o qədər aşağı hündürlüyə qalxacaq, az hündürlüyə qalxacaq. Nə qədər dar olarsa boru, o zaman yuxarı hündürlüyə qalxacaq. Və dərsliyimizin növbəti dərslərində də qeyd eləyir ki, suyun və mineral maddələrin bitkilərdə daşınmasında əsas amil yarpaqların suyu buxarlandırmasıdır, yəni transpirasiyadır. Kapilyarlıq və kök təzyiqi isə köməkçi amillərə aiddir. Yəni bu dərsliyin cümlələridir, ona görə də dedim. Deməli, burada kapilyarlıq xüsusiyyətini göstərir suyun. Kapilyarlıq xüsusiyyəti adgeziya, yəni su molekullarının cazibə nəticəsində oduncaq divarlarına yapışması və kogeziya, yəni molekullar arası hidrogen rabitəsi sayəsində su molekullarının bir-birinə yapışaraq bir-birini yuxarıya doğru çəkməsidir kogeziya. Və bu ikisi adgeziya və kogeziya birlikdə kapilyarlıq xüsusiyyətini əmələ gətirir. Yəni boru vasitəsilə mayələrin qalxmasını özündə əks elətdirir. Burada da yenə tapşırıqlarda hansının element, hansının kimyəvi birləşmə olduğunu soruşur. Qızıl eyni növ element atomlarından, yəni yalnız qızıl aurum atomlarından təşkil olunduğuna görə o kimyəvi elementdir. Qurğuşun 2 sulfidi isə gördüyünüz kimi müxtəlif element atomlarından, burada həm qurğuşun, həm də kükürt atomları olduğuna görə bu kimyəvi birləşmədir. Kükürt isə bu kimyəvi elementdir, çünki eyni növ atomlardan təşkil olunub. Bu isə su kimyəvi birləşmədir, çünki müxtəlif növ 2 hidrogen və 1 oksigen, cəmi 3, amma 2 müxtəlif atomdan təşkil olunmuşdur bu molekular. Və burada da yenə müxtəlif nümunələr verilib.
və burada deyir element və kimyəvi birləşmə atom molekul arasında fərqi izah edin. Hava bu kimyəvi birləşmə deyil, müəllimlər. Bu qarışıqdır. Müxtəlif elementlərin qarışığıdır. Qarışıqla kimyəvi elementi necə ayıra bilərik? Onların fərqi nədir? Məsələn, qarışıqlarda orada olan elementlərin tərkibi sabit deyil. Məsələn, mən qumla dəmiri qarışdıraram, bu bir qarışıqdır və orada mən istədiyim qədər qum, istədiyi qədər dəmir qoya bilərəm. Amma məsələn, su kimyəvi birləşmədir. Onun tərkibi sabitdir. Orada elementlərin miqdarı sabitdir. 2 hidrogen, 1 oksigen mütləq olmalıdır. Və yaxud da başqa bir fərqi, kimyəvi birləşməni mən fiziki üsulla ayıra bilərəm. Məsələn, qumla dəmir qırıntılarını qarışdırmışamsa, maqnitlə çəkməklə onları ayıraram və yaxud süzmə üsulu ilə, distillə üsulu ilə müxtəlif qarışıqları müxtəlif üsullarla, filtrləməklə müxtəlif cür ayırma üsulları var. Onları fiziki şəkildə ayıra bilərəm. Amma mən fiziki üsulla suyu hissələrinə, elementlərinə ayıra bilmərəm. Bunun üçün kimyəvi reaksiya aparmalıyam, elektroliz uğratmalıyam. Ondan sonra mən oksigenə və hidrogenə parçalaya bilərəm. Və yaxud başqa bir fərqi, kimyəvi qarışıq daha doğrusu. Qarışığın tərkibində hər bir element öz xassələrini olduğu kimi saxlayır. Məsələn, havanın tərkibində oksigen xassəsini saxlayır, karbon, azot xassəsini saxlayır. Amma suyun tərkibində, məsələn, oksigenin ayrı xüsusiyyətləri var, hidrogenin ayrı xüsusiyyətləri var. Amma suyun tərkibində onlar birləşəndə artıq öz xüsusiyyətlərini saxlaya bilmirlər. Suyun özünə məxsus xüsusi fərqli bir xüsusiyyətləri vardır. Yəni bu şəkildə onlar bir-birindən fərqlənirlər. Su həm kimyəvi birləşmədir, həm də dedik ki, molekuldur. Oksigen kimyəvi elementdir və molekuldur. Karbon qazı kimyəvi birləşmədir və molekuldur. Və hər biri də deməli atomlardan təşkil olunmuşdur. Yəni molekullar özləri də atomlardan təşkil olunmuşdur. Sizcə elementin atom nömrəsinə əsasən atomlarının quruluşu haqqında fikir yürütmək olarmı? Bəli, atom nömrəsi onun proton sayını bildirir və biz demək kütləsindən proton sayını çıxdıqda neytron sayını tapa bilərik. Elektronlarla protonların sayı bərabərdirsə, bu neytral hissəcik olacaqdır və s. Yəni onlara hər biri xüsusi bir xassəsini verəcək və biz onlar haqqında fikir yürüdə bilərik. Və yaxud o Mendeleyev cədvəlində o qruplara görə metallardır, nə bilim uçucu qazlardır və s. Yəni indi kimyanı mən o dərəcədə də bilmirəm. Bizə o dərəcəsi də lazım deyil. Dərslik səviyyəsində elə bilək bəsimizdir. Yəni təbii ki, fikir yürütmək olar. Suda olan kimyəvi rabitələr onun hansı iki mühüm xassəsini müəyyən edir? Suda olan kimyəvi rabitə dedik ki, bu mənfi və müsbət yüklər arasında yaranan hidrogen rabitələrdir və hidrogen rabitələr də suyun istilik tutumunu və həlledicilik qabiliyyətini müəyyən eləyir. Üzvü birləşmələrə bugün keçmək istəmirəm, çünki vaxtımız gedir. Biz köhnə dərsləri də təkmilləşdirməliyik, test izahı da verməliyik. Yeni dərsliklərdən düzdür sual düşəcək miqə, amma əsas üstünlüyü yenə də köhnələrə verəcəklər hər halda. Ona görə də bu köhnələri də çox mükəmməl bilməliyik. Təbii ki, bir balda hər şeyi bilməliyik. Buna qədər sualınız varmı? Yeni dərsliklərlə bağlı sualınız varmı, müəllimlər? Yoxdursa əgər, onda keçək test izahına. Mən keçən dəfə sizə seleksiya bölməsinin təkrarını atmışdım. Bu dərsimizdə də, bugünkü dərsimizin sonunda da sizə biotexnologiyanı atmalıyam və eyni zamanda da bugünkü videonu da atacağım. Gəlin elə yeni test bankımızdan seleksiya biotexnologiya bölməsinin sualları ilə tanış olaq. İzahını verək.
Seçmə elminin yaranması hansı geoloji dövrdən başlamışdır və hansı insan yarımcinsinin adı ilə bağlıdır? Seçmə dırnaqda yazılıbsa, dırnaqda yazılan sözlər demək ki, hansısa bir sözün tərcüməsidir. Ya Yunan dilindən gəlir, ya da Latın dilindən gəlir. Seçmə də seleksion sözünün tərcüməsidir və seleksiya elminin başlanğıcı qoyuldu insanların heyvanları əhliləşdirməyə və bitkiləri mədəniləşdirməyə başladığı dövrdən və bu insanlar ilk dəfə əkinçiliklə və maldarlıqla məşğul olan insan yarımcinsi ilk müasir insanlar olan Kramanyonlar idi və bu da onlar da yaranmışdı. İlk insan nə vaxt yaranacaq? Kaynazoy erasının antropogen dövründə. Deməli, burada doğru cavab olacaq A variantı antropogen dövrü və Kramanyonlar. Seleksiyanın insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül adlandıran alim bu kimdir? Bu söhbət Vavilovdan gedir. Vavilov seleksiyanı insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül adlandırmışdı. İndi biz deməli Vavilova aid olan fikirləri seçməliyik. Bütün qitələrdə ekspedisiyada olmuşdu. Biz bilirik ki, Vavilov yalnız 5 qitədə olmuşdu. O Avstraliya qitəsində olmamışdı. Yəni Avstraliyaya gedib çıxmamışdı. Yəni bütün qitələrdə ekspedisiyada olmuşdur. Doğru deyil. 5 qitə deyirəm, üzr istəyirəm. 4 qitədə olmuşdur da Antarktidaya onsuz da gedib çıxası deyildi. 4 qitədə 40-a qədər də ölkədə ekspedisiyada olmuşdu. Yəni bu dərsliyin cümləsidir. B variantında deyir ki, istənilən bir bitkinin mədəni növünün bitdiyi ərazini həmin bitkinin mənşə mərkəzi hesab edirdi. Mədəni yox, hər hansı bir bitkinin yabanı növünün bitdiyi ərazi həmin bitkinin mənşə mərkəzi hesab olunur. Bu dərsliyin cümləsidir. Həmçinin məntiqlə də götürəndə, məsələn, biz necə deyə bilərik ki, mədəni, kartof bu dəqiqə mədəni şəkildə, kələm bu dəqiqə mədəni şəkildə hər yerdə əkilir, becərilir. Amma yabanı halda onlar bitirdi. Məsələn, kələm bitirdi Aralıq dənizi sahillərində. Kartof yabanı halda bitirdi. Cənubi Amerika ərazisində, Peru və Çilinin dağlıq ərazilərində. Bunlar dərsliyin cümlələridir. Ona görə də deməli burada mədəni növ yazdığına görə B variantı da yanlışdır. Yabanı növ yazmalıydı. 11 qədim əkinçilik mərkəzini müəyyənləşdirmişdi. 11 yox, 9 əkinçilik mərkəzi var idi. Bu bazar günü sual cavablarda hər birinin faizləri ilə, hətta müasirləri ilə də əlaqələndirərək onları sadalamışdıq. Homolojik sıralar qanununun müəllifidir. Bəli, homoloji sıralar qanununda deyilirdi ki, mənşəcə yaxın olan və yaxud genetik cəhətdən yaxın olan növ və cinslər irsi dəyişkənliklər sırası ilə xarakterizə olunur və biz bunu deyirdik ki, bu qanunun əhəmiyyəti nədir soruşanda deyirdik ki, hər hansı bir dərman preparatları ilk olaraq insanlar üzərində yox və onunla genetik cəhətdən daha yaxın olan digər məməlilər üzərində, məsələn, siçovullar üzərində sınaqdan keçirilir. Yəni bu qanunun əhəmiyyəti idi. Deməli, burada doğru cavab D variantıdır. Y variantına da baxaq. Müəyyənləşdirdiyi mənşə mərkəzləri əsasən düzənlik zonalardır. Düzənlik yox, əsasən dağlıq zonalardır. Bu da dərsliyin cümləsidir. Bunların hər birini, yəni təkcə cavabı verib keçmirəm. Hər birinin izahını verirəm ki, sizin üçün bilirəm, hər biriniz bilirsiniz. Sadəcə olaraq yaddaş təzələnməsi olsun, təkrarlanma olsun, beynimizdə daha möhkəm otursun deyə hər birinin də izahını verirəm. Sort dedikdə nə nəzərdə tutulur? Fərqli irsi xüsusiyyətlər daşıyan bitki orqanizmlərinin cəmidir. Digər variantlara da baxaq. Oxşar irsi xüsusiyyətlər daşıyan heyvan orqanizmlərinin cəmidir. Deməli, sort müəllimlər, biz bitkidə deyirik, cinsdə heyvanda deyirik və söhbət süni sürətdə insan tərəfindən yaradılan taksondan gedir. Bu təbii təsnifatın cinsi deyil, taksonu deyil heyvanlarda dediyimiz. İndi burada A variantında bitki olduğu üçün uyğun olardı, amma fərqli xüsusiyyətlər dediyinə görə
götürmədik. B variantında heyvan dediyinə görə götürmürük. Heyvanları sort yox, cins adlandırırıq. Təbii təsnifat sistemində yer alan növdən daha böyük taksonomik vahiddir. Xeyr, süni sürətdə yaranan taksonlar, bunlar təbii təsnifat sistemində yer almırlar və təbii təsnifat sistemində yer alan növdən də böyük takson deyirlər. Növdən daha kiçik taksonlardır bunlar. Deməli, C variantı da doğru deyil. İnsan tərəfindən süni sürətlə yaradılan heyvan dediyinə görə bu da yanlışdır. İnsan tərəfindən süni sürətdə yaradılan, oxşar irsi xüsusiyyətlər daşıyan bitki orqanizmlərinin cəmidir. Deməli, doğru cavab Y variantı olacaq. Dördüncü suala baxırıq. Seleksiya işinin uğurlu olması üçün nəzərə alınmalıdır. Təkamülün qanunauyğunluqları. Təkamülün qanunauyğunluqları seleksiyada lazım deyil, irsi dəyişkənliyin qanunauyğunluqları lazımdır. İstifadə olunan təbii seçmənin formaları. Seleksiyaçının nəyinə lazımdır təbii seçmə? Ona süni seçmənin formaları lazımdır. Modifikasiya dəyişkənliyi, buna mutasiya dəyişkənlikləri lazımdır. Başlanğıc sort və cinslərin eyniliyi yox, müxtəlifliyi. Başlanğıc sort cinsləri nə qədər çox müxtəlif olarsa, bir o qədər seleksionerin işi də uğurlu olar. Öyrənilən əlamətin üzə çıxmasında mühitin rolu, bəli, bu lazımdır uğurlu olması üçün. Çünki biz demişdik ki, hər hansı bir ərazidə uğurla alınan sort və ya cins başqa bir ərazidə, məsələn, dərsliyiinizdə tapşırıqların içində də var, deyir ki, Gədəbəy rayonu ərazisində yetişdirilmiş hər hansı bir bitki sortu və ya heyvan cinsi Ağcabədi ərazisində uğurlu olarmı? Yəni, təbii ki, olmayacaq. Biri rütubətli ərazi, o biri aran. Ona görə də burada mühitin rolu olduqca vacibdir. Beşinci sual, hansı ifadə doğrudur? İstənilən bir ölkədə alınmış cins və sortlar digər dəyişkən iqlim şəraiti olan ölkələrdə də həmişə yararlı olur. Elə bayaq indicə Gədəbəy, Ağcabədi üzərindən misal çəkdik. Bu dərsliyin də cümləsidir. Heç də həmişə yararlı olmur. Burada aldığımız sort və cins başqa bir dəyişik bir iqlimi olan ərazidə yararlı olmaya bilər. Məsələn, isti ölkələrdə kələm baş bağlanır deyir. Deməli ki, hər bir üçün özünə məxsus bir iqlim olmalıdır. Seleksiya prosesinin ilkin mərhələsində stabilləşdirici təbii seçmənin təsiri artır yox, azalır. Əvəzində isə digər seçmə formalarının təsiri artır. Deməli, axı biz ona yeni bir əlamətlər qazandırırıq, onu stabil qalmağa qoymuruq. Deməli, stabilləşdirici seçmənin təsiri heç vaxt burada arta bilməz ki, azalar. Deməli, B variantı da yanlışdır. Seleksiya prosesinin ilkin mərhələsi əhliləşdirmə və ya mədəniləşdirmədir. Bəli, bu ilkin mərhələsidir seleksiyanın, dərsliyin də cümləsidir. Kör təbii süni seçmənin fərdi və kütləvi körtəbii seçmənin formaları yoxdur. Bu metodiki seçmənin və ya metodiki seçməyə daha nə deyirik? Şuurlu seçmənin, bəli, şuurlu seçmənin formalarıdır. Y variantı da var, oxuyaq. Mutasiyalar nəticəsində alınan cins və sortlar, bu mutasiyalar letal olduğu üçün qısa ömürlü olur. Mutasiya nəticəsində gəlin yadımıza salaq, hansı cinslər alınmışdı? Qısa ayaqlı ankon qoyun cinsi, qısa ayaqlı taksa it cinsi və hansı sort alınmışdı? Yumurtavari yarpaq və ya sadə yarpağı olan çiyələk sortu. Bəli, bu təsadüfən mutasiya nəticəsində alınmışdı, amma çox da əhəmiyyətli olmuşdu, faydalı olmuşdu və seleksionerlər o cinsləri, sortları artırmışdılar. Yəni, burada qısa ömürlü olmaq kimi bir, yəni letal falan deyildi də, yəni onlar ölmürdülər. Bunlar elə uzun ömürlü olurdular və seleksiyaçılar da onları təsərrüfatlarında saxlayırdılar. Deməli, Y variantı da yanlışdır. 6-cı suala baxırıq. Fərdi seçmədə kütləvi seçmədən fərqli olaraq mutasiyaların toplanma ehtimalı artır. Fərdi seçmə öz-özünə pozlanan bitkilərə və bir də heyvanlarda inbreeding bunlara aid eləyirdik və bu zaman homoziqotluq artırdı. Mutasiyalarında əksəriyyəti resessiv olduğuna görə
və letal olduğuna görə, yəni öldürücü, zərərli olduğuna görə adətən onlar homozigot resessiv vəziyyətə çıxanda onlar təbii seçmə onları çıxdaş eləyirdi. Onlar məhv olurdular. Yəni orada toplanıb qalma ehtimalı olmurdu. Əksinə üzə çıxma ehtimalı olurdu. Deməli, A variantında gəzgərək yazaydı ki, üzə çıxma ehtimalı artır. Toplanma ehtimalı isə heteroziqotlarda artacaq. Bunu kütləvi seçməyə aid edə bilərik. Ona görə A variantı yanlışdır. Mutasiyaların populyasiyalarda yayılma ehtimalı artır. Yenə də azalır olmalıdır. Çünki fərdi seçmə adətən dedik ki, bu bitkilərdə öz-özünə tozlanma halıdır və öz-özünə tozlanmanın da populyasiyada yayılma ehtimalı çox aşağıdır. Yəni ona görə bu ehtimal da, bu variant da doğru deyil. Yalnız bitkilərə tətbiq olunur. Fərdi seçmə həm öz-özünə tozlanan bitkilərə, həm də heyvanlarda inbreedingi buna misal göstərdik. Nəslin genotipi nəzərə alınır. Bəli, dedik ki, kütləvi seçmədə fərdin genotipini nəzərə ala bilmərik. Bu kütləvi seçmə çuarpaz tozlananlara aiddir. İndi tutaq ki, bunu külək tozlandırır. Mən onun genotipini necə nəzərə alım? Kim kimdən tozlandı, hardan bilim? Dalınca düşəsi deyirəm ki, küləyin ya da həşərat tozlandırır. Arının dalınca düşə bilməyəcəm ki, hansı bitkinin gətirdi, hansı bitkinin tozcuğuna saldı, düzdürmü? Mən onun genotipini nəzərə ala bilmərəm kütləvi seçmədə. Amma fərdi seçmə bu öz-özünə tozlanma olduğuna görə biz o genotipi nəzarətdə saxlaya bilərik və nəslin genotipi nəzərə alınacaqdır. Müxtəlif cins və sortlar, o cümlədən müxtəlif növlər arasında aparılır. Fərdi seçmə müxtəlif sort və cinslər arasında aparılmır. Müxtəlif sort və cinslər arasında aparılan bu artıq xətlər arası hibridləşmədir və burada yeni hibrid fərd alırıq. Yəni bunu fərdi seçməyə aid etmirik. Deməli, burada doğru cavab B variantıdır. Verilənlərdən neçəsi mutasiya nəticəsində yaranan sortdur? Sortdur dediyinə görə taksanı götürə bilmərəm. Düzdür, taksa mutasiya nəticəsində yaranır. Amma axı o sort deyil, burada sortdur sözü var. O cinsdir, onu götürə bilmərəm. Ankonda həmçinin qısa ayaqlı qoyun cinsdir, sort deyil. Amma bütöv yarpaqlı çiyələyi bu mutasiya nəticəsində yaranmış sortdur, götürə bilərəm. Çoxillik buğda bu Sitsin tərəfindən uzaq hibridləşmə nəticəsində alınmış bitki sortudur. Tritikale, tritikum buğda, sekale çovdar. Buğdayla çovdarın uzaq hibridləşməsi nəticəsində alınıb. Yəni bu da mutasiyanın nəticəsi deyil. Deməli, burada yalnız biri mutasiya nəticəsində yaranmış sortdur. Bütöv yarpaq çiyələk. Doğru cavab A variantı. Orlov löhrəm atının alınması zamanı F1 nəslində alınan hibrid hansı fərdlə çarpazlaşdırılmışdır? Gəlin elə başdan ayağa hamısını yadımıza salaq. Olar ki, testdə başqa cür çıxar qabağımıza. Deməli, ərəb minik atının ayğırı ilə, yəni erkəyi ilə Danimarka yük atının madyanını, yəni dişisini çarpazlaşdırıb, dərsin içində necə yadda saxlayıram, öz üsulumu demişdim, yəqin ki, baxmısınız və alır hibrid. Həmin bu hibridin dişisini Holland löhrəm atının erkəyi ilə çarpazlaşdırır və alır Danimarka yük, Danimarka nə idi? Orlov löhrəm atın. Deməli, indi burada bunlar valideynlərdir. P, bu F1 nəslidir, bu da F2 nəslidir. F1 nəslindən alınan hibrid, bax bu dişi hibridi deyil. Hansı fərdlə çarpazlaşdırdı baxaq? Holland löhrəm atının dişisi ilə. Deməli, doğru cavab oldu. Mən niyə bunların yerinə səhv yazdım? Hibrid erkəkdir, Holland dişidir. Dişidir, bəli. Dedik ki, Hollandlarda gül çiçəkli yerdir də, orada o gül çiçəklərin bitdiyi yerdir, dişi fərdlərdir. Çoxsu da elə.
Holland löhrəm atının dişisi ilə çarpazlaşdırılır. Deməli, burada doğru cavab olacaq B variantı. Mhm. Keçirik növbəti suala. Qafqaz camış cinsi hansı Azərbaycanlı seleksioner tərəfindən alınmışdır? Burada da belə yadımızda saxlayırdıq ki, ağaların, bəylərin Qafqazda böyük camış sürüləri var idi. Deməli, burada cavab olur Ağabəyli bu şəkildə. Burada isə Məlikov, Sadıqov, Smaragdov. Elə hamısını gəlin deyək yadımıza düşsün. SMS 3 addı və Azərbaycan dağ merinosu. Bu da 3 addı. Elə oradan yadımızda saxlayırdıq ki, bunlar onu İlyas Abdullayev, İlyas Kərəmoğlu Abdullayev tutun poliploid formalarını almışdı. Hüseynov Müstəfazadə bunlar tut ipək qurdu ilə məşğul olmuşdular. Quliyev Q hərfi ilə yadımızda saxlamışdıq. Qarğıdalı, sonra da yonca ilə buğdanı da yanına əlavə eləmişdik. Bununla məşğul olmuşdu. Deməli, bu hamısını da təkrarlamış olduq. Baxaq, verilən ifadələrdən yanlış və ya doğru olanları qruplaşdırın. Mənşə mərkəzləri bir-birindən təcrid olunmamışdır. Dərsliyin də cümləsidir ki, mənşə mərkəzləri bir-birindən dağlıq ərazilərdir və müəyyən dağlar vasitəsilə bir-birindən təcrid olunmuşdular. Deməli, birinci olunmamışdır yazdığına görə birinci cümlə yanlışdır. Bir mədəni bitkinin yalnız bir mənşə mərkəzi ola bilər. Xeyr, bir mədəni bitkinin bir neçə mənşə mərkəzi ola bilər. Məsələn, elə o mənşə mərkəzləri cədvəlindən də görürsüz ki, Turpun mərkəzi həm Aralıq dənizi, həm də Şərqi Asiya ola bilər. Deməli, ikinci cümlə də yanlışdır. İkinci çörək söhbət kartof bitkisindən gedir. Yabanı forması Çili və Peru düzənlik əraziləridir. Düzənlik yox, dağlıq ərazilərdir. Ümumiyyətlə, mənşə mərkəzləri əsasən dağlıq ərazilərlə bağlıdır. Deməli, üçüncü cümlədə yanlışdır. Bir növün daxilində baş verən dəyişkənlik ona mənşəcə yaxın olan digər növlərdə də baş verə bilər. Bu, homoloji sıralar qanunu ifadəsidir və Vavilov tərəfindən elmə gətirilmişdir. Deməli, dördüncü cümlə doğrudur. Yanlış, 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 doğru olacaq B variantı. 11-ci sual. İrsi dəyişkənliklərin homoloji sıralar qanununa aid olmayan fikri seçin. Vavilov tərəfindən yaradılmışdır, bəli. İlk dəfə birləfəli bitkilər sinfində, bəli, taxıllar fəsiləsinə aid olan buğda, çovdar bitkilərində bunu müəyyənləşdirmişdir. Deməli, bunlar da birləfəli olduğuna görə doğrudur. Paxla bitkisində baş verən hər hansı bir irsi dəyişkənlik eyni fəsilənin nümayəndələri olduğundan mərci, noxud, lobya bitkilərində də baş verər. Bəli, bu sadalananlar paxlallar fəsiləsinə aiddir. Deməli, doğru fikirdir. Bu qanun dərman preparatlarının əvvəlcə heyvanlar, sonra isə insanlar üzərində sınaqdan keçirilməsinə imkan verir. Bəli, elə qanunun bioloji əhəmiyyəti bundan ibarətdir. Vavilov bu qanunu paxlalı bitkilərdə xeyr, paxıllarda müəyyənləşdirmişdi ilk dəfə. Ona görə də burada aid olmayan fikir Y variantıdır. 12-ci sual. Uyğunluğu müəyyən edin. Eksteryer heyvanların xarici bədən quruluşu, bədən hissələrinin nisbəti, zahiri əlamətlərinin cəmidir. Deməli, 1-ə gedir A. Hibridlərin tərbiyələndirilməsi, bunu mentor üsulu da adlandırırlar və ya bir adı da var, dominantlığın idarə olunması Miçurin tərəfindən tətbiq olunmuşdur. Deməli, 3-ə gedir B. Yaxın qohum çarpazlaşdırma, bunu isə heyvanlarda inbreeding adlandırırlar. İçəri, breeding becərimə. 11-ci sinif dərsliyində lüğəti mənası da bu şəkildə verilmişdir. Deməli, 1A, 2C, 3B. D variantı. 13-cü sual. Verilən nəsil şəcərəsində neçə nömrəli fərd və fərdlər və ya fərdlər
üçün içəri üstəgəl becərmə nəticəsində yaranmışdır. Fərdlər içəri üstəgəl becərmə. Bayaq qeyd elədik ki, içəri üstəgəl becərmə inbreeding sözünün tərcüməsidir. Ona görə də inbreeding nədir yadımıza salaq. Bu yaxın qohum çarpazlaşdırmaya aid idi və deməli bacı qardaşlar arasında və yaxud da valideynlərlə övladlar arasında aparılan çarpazlaşdırma idi. Adətən əlamətlərin möhkəmləndirilməsi üçün tətbiq olunurdu. Necə ki, bitkilərdə də öz-özünə tozlanmanı tətbiq edirdilər. Bu isə uzun müddət aparıldıqda sonradan nəslin zəifləməsinə və cırlaşmasına. Biz bunu depressiya və ya bitkilərdə bəzi ədəbiyyatlarda stres kimi də adlandırırlar. Depressiyanı da aradan qaldırmaq üçün sonradan xəttlər arası hibridləşdirmə aparılır. Yəni artıq deməli, qohum olmayan çarpazlaşdırmaya üz tuturlar. İndi baxaq burada hansıdır inbreeding? Baxın, görürsünüz 3 və 4 eyni valideynlərdən əmələ gəlmiş, 8, 9, 10 bunlar bacı qardaşlardır. 9 nömrəli, bunların yəni valideynləri eynidir də, eyni nəslin övladlarıdır. Və bacı ilə qardaş arasında çarpazlaşdırılma aparılıb, nəticədə 12 nömrəli fərd əmələ gəlib. Ondan başqa burada daha nə bacı qardaş arasında və yaxud valideyn övlad arasında çarpazlaşmanı görmürük. Deməli, 12, yalnız 12 nömrəli fərd inbreeding nəticəsində yaranmışdır. Doğru cavab C variantı olacaq. Növbəti sual 14-cü sualdır. Uyğunsuzluğu müəyyən edin. Müəllimlər, imtahanda çox vaxtı belə şeylərin də güdazına gedirsiniz. Uyğunluq, uyğunsuzluq, bunları diqqətli olun. Yəni, olur ki, insan bəzən fikir vermir də, ona görə diqqəti o sözlərə həmişə vurğulara fikir verin. Kütləvi seçmə ilə fərdi seçməni müqayisə edirik. Metodiki seçmənin formalarıdır. Metodiki, yəni şuurlu seçmənin formalarıdır. Bəli, hər ikisi. Deməli, bunu ortaya yazmalıdır. Bu da yazıbdır, uyğundur. Həm heyvanlara, həm də bitkilərə tətbiq edilir. Biz kütləvi seçməni yalnız çarpaz tozlanan bitkilərə tətbiq edirik. Fərdi seçməni isə həm öz-özünə tozlanan bitkilərə, həm də heyvanlara tətbiq edə bilərik. Deməli ki, həm heyvanlara, həm də bitkilərə tətbiq olunur. Yazılmalıdır hara? Fərdi seçməyə. Amma bu hara yazıb? Ortaya. Deməli, 2 yanlışdır. 2 yanlışdır, uyğunsuzdur. Qarğıdalı bitkisinə tətbiq edilə bilər. Biz qarğıdalının, ya bu botanika ilə inteqrasiya olunur bu mövzular. Qarğıdalıdır, bir də çovdardır. Bu iki taxıl bitkisi küləklə çarpaz tozlanır. Çünki qarğıdalı bir evli, bir cinslidir. O öz-özünə tozlana bilməz. Bir cinsli bitkilər heç vaxt öz-özünə tozlanmırlar. Və yaxud da çovdar bitkisi iki cinsli olsa da onun uzun erkəkcik sapı çiçəkdən xaricə sallanır ki, öz-özünü tozlandıra bilməsin və hətta deyirik, çovdarın viatka sortu köhnə dərsliklərdə yazırdı. Məhz kütləvi seçmə nəticəsində yanır. Yəni bu iki bitki, taxıl bitkilərindən bu iki bitki çarpaz tozlanır. Deməli, onlara kütləvi seçmə tətbiq olunur. Qarğıdalı bitkisini də hara yazıb? 3-ü fərdi seçməyə yazıb. Hara yazmalıydı? Kütləvi seçməyə. O çarpaz tozlanır, öz-özünə tozlanmır. Deməli, 3-ün yeri də yanlış düşüb, uyğunsuzdur. Sonra 4-ü oxuyuram. Genotip nəzərə alınmır. Bayaq izah elədim nə üçün? Kütləvi seçmədə nəzərə alınmır. Doğru olaraq da yazıb kütləvi seçməyə. Saf xətlər almaq üçün biz fərdi seçmədən istifadə edirik. Saf xət alırıq və orada əlamətləri, gərəkli olan qiymətli əlaməti möhkəmləndiririk. Öz-özünə tozlanma və yaxud inbreeding vasitəsilə. Və bu fərdi seçməyə aiddir. Bu da fərdi seçməyə yazıb doğru olaraq. Deməli, burada uyğunsuz yazdığı 2 və 3-dür. Doğru cavab A variantı. 15-ci sual.
Fərdi seçmə nəticəsində yaranan bitkilərdə mutasiyaların toplanma ehtimalı necə dəyişir və nə üçün? Biz dedik ki, fərdi seçmə bu öz-özünə tozlanma və ya inbreedingdir, yəni eyni nəslin fərdləri arasında aparılır və bu zaman homozigotluğun yaranma ehtimalı artır və bitkilərdə də, xüsusən də bitkilərdə bu belədir. Bitkilərdə əgər homozigot vəziyyətə keçirlərsə, mutasiyalarında əksəriyyəti resessivdir, letaldır və onlar homozigot resessiv vəziyyətdə üzə çıxır. Toplana bilmir, üzə çıxır və məhv olurlar. Əksəriyyəti letaldır, homozigot vəziyyətdə üzə çıxır və letal olduğu üçün, öldürücü olduğu üçün məhv olurlar. Təbii seçmə onları çıxdaş eləyir. Amma heterozigotlarda toplanıb qala bilirlər və hətta daha dözümlü olurlar. Deməli, burada doğru cavab nə olar? Azalar olar. Düzdür? Azalar, çünki mutasiyaların əksəriyyəti resessivdir. Fərdi seçmə nəticəsində genlər homozigot vəziyyətə keçdiyi üçün fərdlər məhv olurlar. Deməli, doğru cavab A, ancaq yenə istəyirsinizsə, tüm variantlara baxaq. Artır, çünki mutasiyaların, artır sözündən artıq bildik ki, və burada heterozigot vəziyyətə keçir deyir, keçmir, yəni bu səhvdir də B. Azalır, çünki mutasiyanın əksəriyyəti dominantdır. Letal olub fərdlərin məhvinə səbəb olur. Dominant deyil, mutasiyaların əksəriyyəti resessiv olurlar. Əgər dominant olsaydı, elə heterozigot vəziyyətdə də üzə çıxardı. Orada da toplanma ehtimalı olmazdı. Kütləvi seçmədə də. Deməli, C də doğru deyil. Artır, çünki mutasiyaların əksəriyyəti artır sözündən, dominantdır sözündən məlum olur ki, bu da yanlışdır. Dəyişmir, çünki mutasiyaların toplanmasının, üzə çıxmasının seçmə forması ilə əlaqəsi yoxdur. Necə yoxdur? Təbii ki, var və dəyişir. Ona görə Y variantı da yanlışdır. Askania rambuliyesi. Askania rambuliyesi bu qoyun cinsi idi və İvanov tərəfindən alınmışdı və növdaxili çarpazlaşma idi. Yəni, eyni növün müxtəlif cinsləri arasında aparılmışdı və eyni növ idisə, bunu növdaxili adlandırırıq. Yəni, bu uzaq hibridləşmə deyil, növlər arası deyil, növdaxilidir. Deməli, alınan fərq yönlü olacaq. Amma həmçinin də qohum çarpazlaşma deyil. Çünki qohum çarpazlaşma, növdaxili çarpazlaşmanın iki forması var və hibridləşmənin iki üsulu var. Növdaxili və növlər arası. Növlər arasına uzaq hibridləşmədə deyirik. Buradan alınan fərqlər adətən dölsüz olurdu. Növlər arası. Növdaxilinin isə özünün də iki forması var idi. Qohum və qohum olmayan. Hər ikisi növdaxili adı üstündə eyni növün fərdləri arasında. Məsələn, mən atla eşeği yox, elə atla atı eyni növü. Amma atın bir cür cinsi ilə başqa bir cür cinsinin arasında aparacam. Yəni, xətlər arasında aparacam. Müxtəlif nəsillər arasında aparacam. Buna görə buna qohum olmayan çarpazlaşdırma deyirdik. Bir də qohum çarpazlaşdırma növü var idi. Növdaxili qohum çarpazlaşdırma. Bura isə həmin o inbreeding dediyimiz və yaxud öz-özünə tozlandırma dediyimiz aid idi. Yəni, fərdi seçmə aid idi bura. İndi baxaq. Növdaxili qohum. Qohum sözündən bildik ki, bu düz deyil. Növdaxili qohum olmayan çarpazlaşma nəticəsində alınan qoyun cinsidir. Bəli, B variantı doğrudur. Növlər arası qohum olmuyor. Növlər arası deyil axı bu. Eyni növün müxtəlif cinsləri, müxtəlif sab xətləri arasında aparılır. Deməli, bu səhvdir. Növdaxili qohum olmayan çarpazlaşma nəticəsində alınan qara mal cinsidir. Qara mal cinsi deyil axı, qoyun cinsidir. Digərində də deyəsən, donuz cinsidir yazır. Donuz cinsi də deyil. Askania rambuliyesi qoyundur. Berkshire Askania donuz cinsi. İkisini də İvanov alıbdır. Yəni, onları rambuliye qoyundur. Onu, yəni, qarışdırmayın. Donuz deyil. Berkshire Askania isə donuzdur. Amma hər ikisi İvanov tərəfindən alınır. Keçək növbəti məsələmizə. Bu məsələnin həllini YouTube-da da yerləşdirmişəm. İndi istəsə, kim istəyər, girər oradan da baxar. Amma indi ardıcıl olaraq mən burada da yenə izahını verəcəm.
Demək, belə bir təsvir verilib. X növünə aid fərd və Y növünə aid fərd. Deməli, bunlar iki müxtəlif növdür və Z hibridi alınıb. Deməli, müxtəlif növlər arasında aparılıbsa, bu hansı hibridləşməyə aid olacaq? Bəli, uzaq hibridləşməyə. Uzaq hibridləşmə növlər arası hibridləşmədir və deməli Z hibridi də necə olacaq? Dölsüz olacaq. Adətən deyirik ki, növlər arası hibridləşmədən alınan fərdlər dölsüz olur. İndi deyir ki, Z-in, bax bu hibridin xromosom dəsti X-in xromosom dəstinin 80%-ni təşkil edirsə, bunu belə yazırıq. Z-in xromosom dəsti X-in xromosom dəstinin 80%-idir. Yəni 0,8 hissəsidir. Bu oldu bunun riyazi ifadəsi. Bunu qoydum burada. İndi bir də biz buradan Z-i də əvəzləməli olacağıq. Ona görə də bax bu Z hibridi X-in qaməti ilə Y-in qametinin birləşməsindən yaranıb. Qametdə canlı özü nədirsə, onun yarısıdır. Yəni, canlı özü 1-dirsə, yarısı olur 0,5. Deməli, mən X-in qametini götürərəm 0,5 X, Y-in qametinin də yerinə yazaram 0,5 Y. Bunlar birləşəndə əmələ gətirir Z hibridini. Və indi baxın, buradan Z-in yerinə bunu yaza bilərəm. Düzdür? Z bərabərdir 0,8 X tənliyində. Z-in yerinə yazaram 0,5 X, üstə gəl 0,5 Y bərabərdir 0,8 X. İndi onu da həll eləyəndə X-ları yığaq bir tərəfə 0,8, bunu da keçirdim o üzə. Çıx 0,5, nə eləyir? Eləyir 0,3 X. Bu da qalsın elə yerində. Bu nədir? 0,5 Y. Deməli yazıram. Lap qoy açıqlamasını da yazın. Bax 0,5 X. Üstə gəl. 0,5 Y. Bərabərdir. Bax bu Z-in yerinə bax bunu yazıram. 0,8 X-i yazıram. Sonra bu tənliyi həll eləyəndə, bax bu 0,5 qalsın burada, bərabərliyin bu üzündə. Yazdım 0,5 Y, bərabərdir. X-ları keçirdirəm bir tərəfə, bərabərliyin bu üzündən keçirdirəm o bir üzünə. O bir üzünə keçirdəndə işarə dəyişir. Bunun qabağı müsbətli olur. Aha, bəli, çıxırıq. 0,8-dən 0,5-i çıxırıq, eləyir 0,3 X. İndi buradan da bu tənlikdən də Y-i tapsam, Y bərabərdir 3x böl 5. Yəni ikisini də ona vurdum da 10 dəfə artırdım. 3x-i də 5-ə vuranda neçə eləyir? 0,6x. Düzdür? Aha, yazdım bunu. Bunu yadımızda saxlayaq. Bax, Y buna bərabərdir. İndi ardını oxuyuram. Kimsə də, yəni sonra indi qoy mən qutarım, kimsə də daha bir başqa, fərqli, daha asan üsulunu o bilsə desin, mənə də maraqlı gələr. Deməli deyir ki, X-in qaməti ilə Y-in endosperm hüceyrəsindəki xromosom cəmi 112 olarsa, aha, X-in qaməti bitki özü nədirsə, qamət onun yarısıdır. Yəni, özü tam 1-dirsə, qamət 0,5-dir, bayaq dedik. Düzdürmü? X-in qamətini bayaq necə yazdım? 0,5x. İndi də eləcə yazdım. Üstə gəl. Y-in endospermi. Endosperm nədir? Özü üstəgəl yarısı. İndi burada axı dişi bitki, erkək bitki söhbəti getmir də. Deməli, biz bunu öz-özünə tozlanma kimi götürəcəyik və yaxud da elə olsun eyni növün fərqi nədir ki, çarpaz tozlanması? Özü üstəgəl yarısı. Özü tam 1-dirsə, yəni bu onun mərkəzi hüceyrə olsun. Qaməti spermidə olacaq 0,5. Düzdür? 1 özü tam mərkəzi hüceyrə. Üstəgəl 0,5 yarısı, yəni spermi. Bu endosperm əmələ gətirir. Neçə elədi? 1 üstəgəl 0,5 neçə eləyir? 1,5. Deməli, bunun da Y-in endosperminin yerinə yazıram. 1,5 Y. Deyir ki, bunların cəmi neçədir?
112-yə bərabərdir. Qoydum bunu da yerinə. İndi buradan y-i əvəzləyə bilərəm. Baxın, y-i burada nə yazmışam? 0.6x yazmışam. Gəlin qoyaq yerinə. 0.5x burada qalsın. Üstəgəl 1.5 vurulsun. Y-in yerinə də yazıram. 0.6x seçmə tərziyə almasam da olardı. Bərabərdir 112. İndi bunu həll eləyəndə də mən həll eləmişəm artıq hazır rəqəmləri burada fikirləşməyim deyə. Deməli, eləyir bu neçə eləyir? 1.4x bərabərdir 112-yə. Siz özünüz rahat evdə də hesaplayarsınız da. 1.5-i 0.6-ya vuracaqsınız. Üstünə 0.5-i gələcəksiniz. Artıq hamısı x-a gətirib. Bu eləyir 1.4x. 1.4x bərabərdir 112-yə. Oradan da x-i tapanda 112-yə 112-ni bölürsünüz 1.4-ə. Onda neçə eləyir? X 80-ə bərabər. 80 elədir. X-i tapdınız ki, bu 80-dir. İndi x-i tapdınız. X nədir? X növünə aid hibridin xromosom dəstini tapdınız. Bu 80-dir. İndi y-i necə taparsınız? Baxın, y nəyə bərabərdir? 0.6x-a. Deməli, 0.6-nı x-a 80-ə vursaz, neçə eləyir? 48. Deməli, y oldu 0.6x-dırsa, 0.6 vurulsun, x-in yerinə yazdım 80-ni, elədi 48. Bu da oldu 48. Y-in də xromosom dəstini tapdım ki, 48-dir. İndi bir də z-i tapaq. Baxın bura, z nəyə bərabərdir? 0.8x-a. Deməli, z bərabərdir 0.8 vurulsun. X-i tapmışam da artıq 80. X-in yerinə yazdım 80. Bu da neçə eləyir? 64. Deməli, z-in də xromosom dəsti oldu 64. İndi mənə deyir ki, x plus y plus z fərdlərinin xromosom dəstlərinin cəmini tap. 80, üstəgəl 48, üstəgəl 64. Bu da eləyir 192. Doğru cavab B variantı. İndi müəllimlər, sizin hansısa başqa bir rahat üsulunuz varsa, deyin onunla gedək. Yəni, mən bu şəkildə eləyirəm bunu. Ağlım harada olub, bu yazmışam, bilmirəm. Salam Aysel müəllimə. Elə mənə də bu rahatdır Gün xanım, bu şəkildə yazmaq. Bəli. Bəli. O gün Instagramda İrad yazıblar ki, nəyə lazımdır, belə məsələ yazmışsınız. Valla məndən olsa mən də keyfimdən yazmıram. Mən sadəcə onlara miqin, nəbzini tutmağa çalışıram. Yəni bilirəm ki, onlar riyazi məsələlərə çox yol verirlər. Mən də o tələbatı ödəmək üçün yazıram ki, bir var imtahanda gedib belə qalmaq, bir var artıq bunu öyrənirsiniz, rahat olur. Yenə də bəli, yolunu öyrənmiş oluruq da bəli. Bəli. Yəni o anlamda, yoxsa ki mənim üçün də şey deyil ki, yəni imanla riyaziyyat. Mənə məntiqi suallar daha maraqlıdır. Amma daha çox çalışırıq tələbatı ödəyək. Onların tələbatına uyğun suallar tərtib eləyək ki, hazırlaşmış olaq, faydalı olaq. Növbəti sual 18-ci sualdır. Karpechenko metodunun tətbiq edildiyi hibridin tetraploid xromosom dəsti 60-a bərabərdir. Tetraploid deyirsə, deməli 4N-dir. Deməli bunun 4N-i 60-dır. Qeyd elədim bura. Deyir ki, bu hibridin əmələ gəlməsində iştirak edən birinci bitkinin endosperm hüceyrəsinin mitoz bölünməsi zamanı qütblərə çəkilən xromosomların sayı 72-yə bərabərdir. Aha, deməli birinci bitki təbii ki diploid olacaq, düzdür. Onun endospermi isə triploid olacaq. Özü üstəgəl yarısı 3N. 3N olacaq. Bir də mitozun anafazası deyirsə, mitoz anafazası demir. Bir mitoz bölünmə zamanı qütblərə çəkilən xromosom. Biz də bilirik ki, qütblərə çəkilmə nə zaman baş verir? Elə anafazada, mitozun anafazasında baş verir də.
Bəli, onda 2 dəfə də artır. Deməli, 6 eni bu 72-yə xromosomun sayı bərabər. 6 eni 72-dir. Bəli, o 2 dəfə artıbdır. Qütblərə çəkiliblər, artıbdılar 2 dəfə. Artıq 3 en yox, 6 endilər. Deməli, bunun 6 eni 72-yə bərabərdir. İndi müəllimlər 6 eni 72-dirsə, eni neçə olur? 12-yə 72-ni bərabər. 6-ya böl. 12. 12. Aha, 12 eləyir. Onda belə çıxır ki, bu 2 eni 4 eni əmələ gətirən bitkinin biri 2 en 24-dür. Düzdürmü? Və o birisi də 60-dan 24 çıxırıq. Aha. 46. 36, hə, 36. 36 eləyir. Aha, bəli, 36 eləyir. İndi məndən nə istəyir? İkinci bitkinin sperminin Aha, ikinci bitki özü 36-dırsa spermisi olacaq yarısı qədər 18, bəli. Əgər spermiləri desəydi, bax onlarlara da çox diqqətli olun. Ki sizə o boyda əziyyət çəkib eləyib məsələni bir diqqətsizliyə görə məsələniz səhv çıxmasın. Spermilər desəydi elə 36 götürəcəydiniz, 2 spermi götürəcəydiniz. Amma spermi dediyinə görə 18 götürürsünüz. Növbəti sual. Bölsüzlüyü Karpechenko metodu ilə aradan götürülmüş növlər arası hibridin bütün vegetativ orqanlarının hər birinin bir hüceyrəsində olan xromosomların cəmi 120. Deməli, bunun 3 növ vegetativ orqanı var da bitkinin. Kökü olur, gövdəsi olur, yarpağı olur. Hərəsindən də bir dənə hüceyrə götürəndə, deməli, cəmi 3 dənə diploid hüceyrəsində 120-dir. Onda 121 dənə hüceyrəsində neçədir? 120-ni bölərəm 3-ə. Eləyər 40. Düzdür? Deməli, bunun xromosom dəsti hibridin xromosom dəsti. Hə, bunun dölsüzlüyünü də Karpachenko ilə aradan qaldırıblar. Həmin bu Karpachenko tətbiq olunmuş bitkinin bir hüceyrəsinin xromosom sayı 40-a bərabərdir. Hibridi onda mən necə qeyd edeyim? 4 en götürüm də, hə? Çünki Karpachenko tətbiq olunur buna. Düzdür? 4 en bitkinin bir hüceyrəsinin xromosomu, yəni 4 eni 40-a bərabərdir. Bax, 3 hüceyrəsində bir kök, bir gövdə, bir yarpağında 120-dirsə, bir hüceyrəsində olur 40. Bu hibridin əmələ gəlməsində iştirak edən fərdlərdən birinin yumurta hüceyrəsinin xromosom sayı hibridin bir somatik hüceyrəsi hibridin 40-dır. Xromosomunun 5də birinə bərabərdir. 40-ın 5də biri neçə eləyir? 8. Deməli, bu 4 eni əmələ getirən bitkilərdən birinin yumurta hüceyrəsi 8-dir. Yumurta hüceyrəsi 8-dirsə, onda diploid dəsti neçədir? 16-dır. Deməli, ikinci bitkinin 2 eni neçə olur? 40-dan çıxırsınız 16-nı. Neçə eləyir? 24. İndi məndən nə istəyir? İkinci fərdin somatik hüceyrəsinin xromosom dəstini. Elə bu 24 istəyir. Bəli, doğru cavab olur A variantı. Müəllimlər, bu da aydındır. Bəlkə xanım aydındır. Tamam, o zaman keçirik 20-ci suala. Miçurin hibridlərin tərbiyələndirilməsi metoduna aid deyil. Hibridlərin tərbiyələndirilməsi metodunu mentor üsulu da adlandırırıq və yaxud dominantlığın idarə olunması da adlandırırıq və bu üsulla hansı Belfler Kitayka alma sortunu almışdı. Dərsliyimizdə həmin hibridləşmənin ardıcıllığını da verir. Belfler Kitayka alma sortunu almışdı. Bəli. İndi oxuyaq. Aid deyil deyir. Hibridlərin əlaməti xarici mühitdən yalnız inkişafının ilk mərhələsində aiddir. Bəli, dərsliyin də cümləsidir. Çünki hətta izah da verdik ki, sonraki mərhələlərdə artıq uyğunlaşma gedir və dominantlığı ona görə idarə eləmək çətinləşir. Yəni bu indi bəlkə də asanlıqla indigenin də dəyişdirirlər. Amma söhbət Miçurinin dövründən gedir də və dərsliyin də cümlələridir. Hibridin əlaməti deyir, xarici mühitdən yalnız inkişafın ilkin mərhələsində asılıdır. Nə qədər ki, hələ o uyğunlaşmayıb o mühitə. Deməli, A variantı doğrudur. Hibridin inkişafının istənilən dövründə dominant əlamətlərin idarə edilməsi mümkündür. Axı qeyd elədik, inkişafın ilkin dövründə dominantlığı idarə eləmək mümkün olur.
Sonrakı mərhələlərdə artıq uyğunlaşır o mühitə. Deməli, çətinləşir dominantlıq idarə eləmək. Deməli, B variantı aid deyil. Hibriddən həm calaqaltı, həm də calaqüstü kimi istifadə edirdi. Bəli, o əvvəlcə aldı, yadınızdadırsa, Belfler, sarı Belfleri ana bitki kimi, taykanı ata bitki kimi istifadə elədi. Yəni bunun iki taykanın tozuğu ilə sarı Belflerin yumurta hüceyrəsini, dişiciyini tozlandırdı, aldı hibridi. Sonra bunun dadı xoşuna gəlmədi. Taykanın əlamətləri üzə çıxmışdı. Ona görə təzədən bir də ona calaqaltı kimi saxladı Belfler Kitaykanı. Təzədən ona özündən bir də hibriddən bir də calaqüstü kimi calaqlar vurmağa başladı. Dəfələrcə bunu elədikdən sonra istədiyi nəticəni əldə elədi. Yəni artıq Kitaykanın o xuş, ağız büzən dadını itirə bildi. Cənub sortunun əlamətləri başladı üzə çıxmaq. Ona görə də hibriddən həm calaqaltı, həm də calaqüstü kimi istifadə eləmişdi. Bu fikir doğrudur. Belfler Kitayka alma sortunun alınmasında bəli istifadə etmişdi və bitkinin genotipini dəyişmədən domina bəli. O çünki calaq sulundan istifadə elədi də gördüyümüz kimi ardıcıl calaqlardan istifadə eləyərək dominantlığa nail oldu. Ona görə də genotipi dəyişdirmədi. Növbəti sual. Bunu təmizləyək buradan. 21-ci sual. Miçurinin tədqiqatlarında istifadə etdiyi hansı bitki növüdür? Beri Royal bu bitki sortuydu, cənub sortuydu. Yabani Ussuriya cır, armud növü idi. Onun işlərinin içərisində yalnız bax bu Ussuriya növüydü. Yerdə qalan hamısı, məsələn, sarı Belfler cənub sortuydu. Tayka Şimal Sibir sortu idi. Qış beresi hibrid idi, sort idi. Yəni bir dənə burada növ olan Ussuriyadır. Yabani Ussuriya. 22-ci sual. Miçurinin təcrübələrində istifadə olunan ata və ana xətlərə əsasən uyğunsuzluğu müəyyən edin. Yəni dişi və erkək fərq kimi hansılardan istifadə edib doğru və yanlış olanı seçin. Bax yenə də, bax burada baxın nə yazıb. Uyğunsuzluq. Özüm də səhvlər eləyirəm ha belə şeylərdə. Ona görə sizə deyirəm, siz eləməyin. Qəti şəkildə. İmtahanda səhv eləməyin. Uyğunsuzluq deyir. Deməli, sarı Belfler dişi bitki kimi istifadə eləmişdi sarı Belflerdən. Sarı Belfleri Kitayka ilə çarpazlaşdırmışdı. Kitayka erkək bitki idi. Elə burada erkəyə yazıb, deməli düzdür. Sarı Belfleri də dişiyə yazıb, deməli düzdür. Beri Royal, bu da yenə yanlış. Royal oğlan adıdır da yanlışdır. Yəni erkək bitki kimi istifadə eləmişdi. Onun tozcuğundan istifadə eləmişdi. Burada isə dişinin altında yazıb. Yanlışdır. Yabani Ussuriya. Ussuriyadan da bu da Ussuriyanın da qız adı kimi yadımızda saxlanmışdı. Onu dişi bitki kimi istifadə eləmişdi. Ona görə də onu yanlış olaraq erkək fərdin altına yazıb. Yanlışdır. İndi burada uyğunsuzluq yazdığına görə mən doğruların altından yanlışı seçməliyəm. Yanlışların altından doğrunu seçməliyəm. Adətən kurikulum time suallarında bu tip suallar qabağınıza çıxır. Yəqin onları işləyirsiniz. Deməli, doğrunun altında doğru uyğundur. Mən yanlışı uyğunsuz olaraq seçəcəm. Yanlışın altında da yanlış uyğundur. Mənsə uyğunsuzu, doğru olanı seçəcəm. Deməli, burada uyğunsuz olan 2 ilə 3'dür. B variantı. Aydındır müəllimlər? Davam eləyirik. Növbəti sual. Xaçinovun seleksiyası ilə məşğul olduğu bitki qarğıdalı bitkisi idi. Onun da mərkəzi, qarğıdalılıq mərkəzi demişdik, popkornla yadımızda saxlayırıq. Əyləncəli şeylər hamısı Mərkəzi Amerika ilə idi. C variantı olacaq.
Müasir tədqiqatlara əsasən mədəni bitkilərin mənşə mərkəzlərindən neçəsi yalnız Asiya qitəsi ilə əlaqəlidir? Bazar günü sual-cavabımızda biz dedik ki, Vavilovu əzbərdən biliriksə, bir dənə artırmaqla tapa bilərik. Yalnız sözü olduğuna görə Vavilovda 3 dənə mərkəzdir. Şərqi Asiya, Cənub-Qərbi Asiya, Cənubi Asiya tropik. 3 mərkəz Vavilovdan gəlir. Müasirdə də bir dənə ön Asiyanı artırılıb. Adı yadınızdan çıxsa belə, bilin ki, bir dənəni mütləq artırmalısınız. Adı da ön Asiyadır. Lap qoy deyək, yadımızda niyə olmasın ki? Deməli, 4-ü müasir tədqiqatlara görə yalnız Asiya qitəsi ilə 4-ü əlaqəlidir. Amma burada müasir sözü yox. Vavilovun tədqiqatlarına görə olsaydı, neçə götürəcəydiniz? 3. Əgər burada yalnız sözü olmasaydı, neçə götürəcəydiniz? 2 dənə əlavə eləyəcəydiniz. Həbəşistanla Həbəşistan Aralıq dənizi. Bəli. Çünki Aralıq dənizi həm Avropa, həm Asiya, həm Afrika ilə, Həbəşistan isə Asiya və Afrika ilə əlaqəlidir. Bəli. Yəni bunlara da diqqət eləyəsiniz. 25-ci sual. Autosom xromosom sayı 11 olan yumurta hüceyrənin, deməli yumurta hüceyrənin xromosom dəsti N olur, haploid olur. Və autosom dediyinə görə deməli bunun əmsal 1-dir. O bir cinsini bildirir. O biri çıxırdılar. Deməli mən onu üstünə gəlsəm 11-in, o cinsini də autosomun üstünə gəlsəm, bunun xromosom dəsti eləyir 12. Bəli, haploid dəsti tam olaraq autosomlu cinsili olur 12. Və bu yumurta hüceyrənin tez dişi işarəsində mən qoyuram həmişə ki, sonra nə olar, nə olmaz, bilmirəm nə istəyəcək. Sonra fikirləşməyin, vaxtım getməsin. Deməli, 21 xromosomlu spermi ilə, deməli, spermi deyirsə, deməli, bu da haploid dəsti və autosom falan demir. Deməli, tamı-tamına 21-dir. Bunun haploid dəsti və spermindən istifadə eləyib, deməli, erkək bitkidir. 21 xromosomlu spermi ilə mayalanmasından yaranan və dölsüzlüyü Karpechenko metodu ilə aradan qaldırılan hibridin somatik hüceyrəsinin mitozun anafaza mərhələsində neçə xromosom olar? Gəlin əvvəlcə normal diploidini tapaq hələ. 12 yumurta hüceyrə, 21 spermi. Mayalandı, oldu 33. Bunun 2 eni diploidi 33'tür. Bir də buna Karpechenko tətbiq eləyiblər. Yəni 2 dəfə artırıb. Oldu 66. Bir də bunu mitozun anafaza mərhələsinə gətiriblər. Mitozun anafazasında xromatidlər ayrıldığına görə xromosom sayı 2 dəfə artır. Deməli yenə 2 dəfə artırmalıyam. 132. Doğru cavab olacaq 132. C variantı. Yazının altında qal. Aydındır müəllimlər? Bəlkə xanım. Davam edirik. Müəllimlər, istəyirsinizsə mən bugün sizə biotexnologiyanı atacağam. Gəlin, gələn dərsdə də bu qalan suallar biotexnologiyaya aiddir. Onların izahını verərəm. Olar elə? Bəli, əlbəttə olar. O zaman 26-ya 26-ya qədər seleksiya idi. 26-dan sonraki suallar biotexnologiyadır. Həm buradan izah verərəm, həm vaxtımız qalsa, filmdə səhvlər var. Elə oradan baxaram ki, yəni onlar çox istəyərdim, deyəsiniz. izah verərəm. Həm tək məsələ deyil ki, şifahi sualların da izahını vermək yaxşıdır. Verərəm onların da izahını sizə, həmçinin yeni dərsi keçər. Belə müəllimlər, sualınız varmı? Xeyr ki, xanım. Buradan deyir ki, xeyr, yox. Can. Allah sağ olsun. Yorulublar uşaq ona görə. Yorulub da bizdən də biz. Gəl şahmat oynayaq, domin oynayaq, dərsimə bax. Allah sağlasın. Amin. Bütün balaları Allah sağlasın. Allah hamımıza can sağlığı versin, hamımıza bol ruzu versin, zihin açıqlığı Açıqlandı vaxtlar, versin. bildiniz ki, xanım, amma dəqiq günlər yox, tarix Keçən ilki kimi oldu da elə, keçən ildə elə idi. İyulun Elə idi. 7-si idi ya 9-u idi, səhv eləmirəmsə, yadımda qalmayıb.
Yaxşı deyəsən. olacaq, hər şey yaxşı İnşallah. olacaq. Hər şey sizin İnşallah. yaxşılığınız üçündür bu dünyada, hər birimizin İnşallah. üçündür də. Bu yer kürəsi hər birimiz üçün fırlanır. Sağ ol. Yüzlərlə ehtimalın içində hər birimiz üçün ən xeyirlisini bizə göndərir. Sizin İnşallah. üçün xeyirli olan başqası üçün xeyirli deyil. Və yaxud mənim üçün xoş olan bir başqası üçün o həyatda heç vaxt istəməz. Mənim üçün ən yaxşı ehtimal mənə seçilir və göndərilir, eləcə də hər biriniz üçün. Ona görə yaxşı olacağına inanın, pozitiv olun və Bəli. çox çalışın. Çalışanda hər şey yaxşı olur. İnşallah. Sualınız Çox yoxdursa, təşəkkür edirəm ürəklərə görə də. sağ olun. Öpürəm sizi. Gecəniz Mən xeyrə göndərməyi unutdum, belə deyim. Xeyrə Amma. qarşı. Sağ ol. Təşəkkür edirəm. Sağ olun. Sağ ol. Sağ olun. Sağ olun.